Baxın ki, biləsiniz, yenə başrolda bizim Ulduzdur və bu dəfə də öz ampulasında. Amma yeni təqdimatda Dance Time, yeni rubrikamız belə adlanır. Təhlükəli gözəllik, bu qəribə ifadə özünü nələrdə ifadə edir? Bəzən düzən araşdırıb. Bayram havası hər yerdə hiss olunur, amma ən çox desertdə. Menyuda yeni ilə özəl tort dizaynları var. Beləliklə, başladıq. Xanımlar və cənablar, xoş gördük sizi. Yağışlı bir Bakıdan sizi salamlayırıq və bu günlərim sizinlə bir saatlıq efirdə mən Aytən və Ulduz olacağıq. Mən də hər kəs ürəkdən salamlayıram. Hal-hazırda bizi güneydən, quzeydən izləyən bütün izləyicilərimizi salamlayıram. Xoş gördük səni də Aytən. Ümid edirəm, yaxşısan, yağışlı havada. Yaxşıyam. Bax, Ulduz, istəyirəm bu dəfə belə bir mövzu ilə açaq verilişi. Böyük şəhərlərdə yağış mövzusu ilə. Böyük şəhərlərdə yağış deyən kimi insanın ağlına ilk növbədə tıxac gəlir. Bax, bugün məsələn, mən düz 1 saat, nə az nə çox, 1 saat işə gecikmişəm. O yağışlı havaların ucbatından çoxlarının şairlərin şeirlər bəstələdiyi, əlbəttə ki, şeirlər yazdığı, daha doğrusu, mahnılar bəstələdiyi. Yağışın ucbatından mən düz 1 saat işə gecikmişəm. Hətta qrimsiz efirə çıxmaq istəyirdim. Bizim qrimyor icazə vermədi bunu əlbəttə ki və həm də bu biraz məni utandırdı. Ona görə də fikirləşdim ki, bax, yağışlı havalar yağış yağırsa, məncə hətta bəzən yaraşmır şəhərə. Ona görə ki, hər addım başı tıxaca rast gəlsən və 1 saatlıq yolda 2 saat yarıma gəlməyə məcbur olursan. Ümumiyyətlə, sən yağış sevirsən? Nə gizlədim, sevirəm. Sevirsən, amma məsələn, məndən hər zaman soruşanda ki, sən yağışı sevirsən, mən yox cavabını verirəm və fikirləşirlər ki, mən heç də romantik biri deyiləm. Ona görə ki, yağışı sevmirəm. Səncə bununla bunun əlaqəsi var? Yəni, əgər sən yağışı sevən birisənsə, demək ki, sən romantiksən. Yox. Düzdür, mən romantik hesab edirəm özümü, yağışı da sevirəm, amma yenə də fikirləşirəm ki, yəni insanların nəyisə sevməsi, nəyisə sevməməsi o romantika ilə heç bir əlaqəsi yoxdur. Məncə də. Amma yağışın bütün fəsadlarına baxmayaraq, mən yenə də öz sevgimə sadiq qalanlardanam və yenə də yağışı sevirəm. Və buradasan. Və buradayım, hə, düzdür. Deməli, ilk rubrikamıza keçid alırıq. Sizə bir sevindirici xəbərim var. Belə ki, biz sizə söz vermişdik yeni fəsildən, sizə yeni rubrikalar təqdim edəcəyik. Bax, bu da yeni bir rubrikamızdır. İlk rubrikamız da Dance Time rubrikasıdır. Deməli, orada sizə bir gözəl qız sizə rəqs etməyi öyrənəcək. O gözəl qız, o müəllimə kimdir? Bax, o Ulduzdur. Bəli, bu rubrika mənə aiddir. Aytən Dance Time bildiyin kimi rəqslə məşğul olduğuma görə istədim ki, biraz da bununla tamaşaçılarımın qarşısında olum. Əslində, rubrikada onlar izləyəcəklər məni və burada olduğumdan çox fərqli bir obrazda olacağım. Hip-hop rəqsini öyrədəcəm. İlk olaraq özüm məşğul olduğum. Yox, tabanda olmayacağım. Əslində, mən sənə bir söz deyim, bu rəqslə məşğul olmağı mənim həm də iki tərəfli, elə bir iki obrazda olmağıma kömək edir. Həm daha şıltaq, daha belə rəqs sevən, daha dinamik, daha pozitiv və aparıcı olaraq da daha belə gördüyün kimi bu vəziyyətdə daha ağır, daha ağayana. Amma aparıcılığa da bax, o şirinliyi qatanda maraqlı alınır və səmimi alınır deyə düşünürəm. Məncə də elədir və bundan həmişə istifadə edirəm. Belə, mən düşünürəm ki, biz elə keçid alaq Dance Time-a görə Ulduz bizə ilk rubrikasında hansı rəqsi təqdim edəcək? Hər kəsə salam, hər kəsi Dance Time-da xoş gördük, əziz rəqs-səvərlər. Gördüyünüz kimi Harmoni Dans Studiyadayam. Daha doğrusu Harmoni Dans Studiyaya gedən yoldayam. Bugün Mehman Mehdiyevin Zumba dərsi var və biz həmin dərsdə iştirak edəcəyik. Mən həmin dərsdə iştirak edəcəm və çalışacağım ki, həmin görüntüləri sizə də təqdim edim. Dostlar, Zumba bir rəqs deyil, fitness proqramdır və həmin fitness proqramın sayəsində insanlar artıq çəkidən azad olurlar və əhval-ruhiyyəsini yüksəldirlər. Birazdan siz özünüz də buna şahid olacaqsınız. Ona görə də çox uzatmaq istəmirəm və məncə artıq başlamağın vaxtıdır. Getdik. Una mordidita, una mordidita.
hipnotizado. Bomba, la chica quiere bomba, oh vamos a darle bomba. La chica es una bomba, bomba. La chica quiere bomba, oh vamos a darle bomba. La chica es una bomba, La miro y se luce, nos vemos en el cruce. Apaga las luces, pa' que conmigo tú abuses. Me gusta tu cuerpo, meneándolo lento, bailando en el centro, para yo ver tus movimientos. Bomba, la chica quiere bomba, oh vamos a darle bomba. La chica es una bomba, bomba. La chica quiere bomba, oh vamos a darle bomba. La chica es una bomba, Toma, ese movimiento me tiene mal. Mueve esa cadera aquí sin parar. Candela pura que te guarda. Qué rico se siente verte bailar. Ponte sexy, mami. Ponte sexy, mami. Que voy a arrancar. Ponte sexy, mami. Ponte sexy, mami. Ponte sexy, mami. Bomba, Əziz dostlar, gördüyünüz kimi Mehman Mehdiyev yanımdadır. Mehman, mənə bir bax. Maşallah sən də yaxşısan. Necəsən? Sağ ol, çox sağ ol. Sən necəsən? Şad oldum səni görməyə yenidən Çox sağ ol, dərsimizdə. mən də çox şadam. Təşəkkür edirəm. Bugünkü bax bu dərsdə bizi dəvət elədin, daha doğrusu qəbul elədin. Çox sağ ol. Bizim üçün xoşdur həmişə səni görməyə dərsimizdə. Mehman, mən istəyirəm bir iki sual verim. Səni dərsdən ayırmışam. Fasilədə suallarımı verim. Mən əvvəldə qeyd elədim ki, Zumba bir fitness proqramıdır və arıqlamaq və orqanı yüksəltmək üçün istifadə olunur. Düzdür? 100%. Düzgün qeyd eləmişəm. Düzgün qeyd eləmisən. Yəni məsələn mən artıq çəkim yoxdur, gördüyün kimi. Amma məsələn Zumbadan xoşum gəlir. Məşğul ola bilərəm. Əlbəttə, yəni xaricdə məsəl üçün insanlar hətta arıqlığı ilə belə qaçırlar hər səhər. Kimsə səhər, kimsə axşam, kimsə günorta. O demək deyil ki, çəki atmaq üçün, yəni ki, bunu edir. Hə. Tonusda qalmaq üçün, yəni əhval-ruhiyyəni qaldırmaq üçün düzdür, qaçış kimin üçünsə əhval-ruhiyyəni qaldırır, bəlkə də yox, amma Zumba 100% əhval-ruhiyyəni qaldırır. 100%. Bəli. Amma arıq insanlar nə üçün? Tonusda qalmağı üçün, yəni bu Zumba ilə də məşğul ola bilərlər. Özün görürsən bizdən necə. Görürəm, maşallah. Yəni bu tərlə əlavə çəki getmir. Yəni hətta bizdə zərərli maddələr var ki, bədəndən çıxır. Yəni onun üçün də yaxşıdır. Bu sual mənə çox maraqlı idi. Ona görə mən səndən soruşdum. Çünki mən çox sevirəm. Zumbada həqiqətən Zumbada olduğum zaman mən bütün dərdlərimi unuduram. Ancaq gülürəm, oynayıram, rəqs edirəm dəli kimi bir sözlə. Ona görə məncə mənim kimi fikirləşənlər də var idi ki, bu barədə sualları var idi. Mehman, mən çox səni ayırmaq istəmirəm. İnşallah Dance Time-da səni tez-tez görəcək tamaşaçılarımız. Dostlar, mən ayrıca Zumba kimi bir dərs kimi inşallah birlikdə biz çəkilişlərimiz olacaq. Sən əgər razı olsan. Əlbəttə. İnşallah böyük məmnuniyyətlə gələcəm mən də. İnşallah. Çox təşəkkür edirəm Sağ Mehman. olun. Uğurlar arzu Sağ edirəm. olun. Sizə də mən uğurlar arzu edirəm. Yeni verilişinizlə mühəm. Çox sağ olun. Sağ olun. Təşəkkürlər. Sağ olun. Bax belə dostlar, dərs sayımın sonuna gəldik. Mən artıq dərsi tərk edirəm. Gördüyünüz kimi çox gözəl, çox əyləndim, çox pozitivdir. Rəqsdə siz də məşğul ola bilərsiniz, bayaq da qeyd elədim. Mən sizinlə gələn dans sayıma qədər sağolaşıram. Sağ olun. Καταρίνα, ζήσει κάθε στιγμή. Μια και αλλάζει να τα αναλαμβάζει, να τα ζεις όλα αληθινά. Να κοιτάς τη ζωή με ματιά καθαρή, να ζήσει κάθε στιγμή.
Bəli dostlar, keçid alırıq növbəti rubrikamıza. Bu Sabina Rızanın təqdim etdiyi Bəzən Düzən rubrikasıdır və burada biz bu dəfə təhlükəli gözəllikdən danışacağıq. Ümumiyyətlə təhlükəli gözəllik dedikdə ağlına nə gəlir? Aytən. Təhlükəli gözəllik dedikdə yəqin ki, gözəllik üçün etdiyimiz vasitələrin bizə gətirəcəyi xələllərdən söhbət gedir. Bax, riskdən söhbət gedir. Ağlıma hal-hazırda deməli gəlir göz karandaşı konjunktivit xəstəliyinin yaranmasının bir nömrəli mənbəyi ola bilər. Ondan əlavə, bax elə özümdən götürək, məsələn, kiprik qaynağı nəticəsində mən öz kipriklərimi itirənlərdənəm. Düşünürəm ki, bu da təhlükəli gözəllikdir. Çünki ürəyim sıxıldı onları belə saxlayanda, belə qopardırdım və nəticədə öz kipriklərimi qopardın deyə kipriklərin də qopdu. Axı onlar yapışır hər kipriyə. Nəticədə kipriklərim də Çox getdir. təəssüf eləyirəm, amma mən düşünürəm ki, xanımların əksəriyyəti belədir və mən özümü də bura qatıram ki, biz nə qədər təhlükəli olsa da, gözəllikdən əl çəkə bilmirik. Qaçırıq. Və mən həmişə risk eləyirəm Aytan, yəni həmişə Allah deyib gedirəm, yəni. Və mən də o sonuncu kipriklərim tökülənəcək, yenə də kiprik qaynağı etdirmək qərarına gəlmişəm. Heç olmasa ikinci dəfə olmasın. Amma bax, xanımlarımızdan bir xahiş eləmək istəyirəm. Biz bunlardan danışırıq, bunlar nisbətən daha yüngül fəsadlardır. Amma var təhlükəli gözəlliklər. Tutalım, biz manikür pedikürə gedərkən və stomatoloqa gedərkən mütləq şəkildə özümüzü qorumalıyıq. Biz hepatit virusuna yoluxa bilərik. Spid xəstəliyinin tutulma mənbəyi də elə bir nömrəli olaraq bu manikür alətləri ola bilər. Ona görə də təhlükəli gözəllik deyib keçməyin. Yəni, əgər o xəstəliklərdən birini tutarsınızsa, onda heç nəyi geri qaytarmaq olmaz, yəni. Məhv olar. Və bəli, elə şeylər var ki, orada doğrudan da geri dönüşü olmur. Ona görə diqqətli olmaq lazımdır. Sən məsələn manikür necə öz alətlərində? Mütləq şəkildə öz alətlərimdir və öz alətim olmayan gün mən heç vaxt manikür pedikür elətdirmərəm. Bir də manikür pedikür elətdirərəm ki, mən hətta baxıram o belə suya əllərimizi qoyuruq. Baxıram ki, o qoyulacaq su təzə olmalıdır. Onun altına belə salfet salınır. O salfet təzə olmalıdır. Nəsə belə şeylərdən həmişə qorxuram. Diqqətlisən. Demək, o qədər də risk etmirsən. Qan çıxma ehtimalı var. Yəni, nə qədər qan çıxma ehtimalı varsa, bir o qədər xəstəliklə təmas ehtimalı da artır. Düzdür, məncə də razıyam mən bundan. Amma yenə mən sənin qədər də o qədər də yəni diqqətli deyim. Düzdür, mənim rəfiqəmdir məsələn, dırnaqstan, mən ona arxayınam, bəli. Ya da belə daha arxayın olduqları bir usta yanına gedə bilərlər, hansı ki, orada ondan bilirlər ki, daha təmizdir, gigiyenikdir, belə mən belə düşünürəm. Amma yenə də məncə rubrikanı izləməyinə dəyər, çünki maraqlı məlumatları var Sabinanın. Ona görə də gəlin izləyək. Kosmetika bugün dünyanın ən gəlirli sahələrindən biridir. Asan gəlir əldə etmək istəyən bir çox işbazlar insan sağlamlığı bahasına olsa belə dünyanın brend markalarını saxtalaşdırmaqdan çəkinmirlər. Bakıda müxtəlif satış yerlərində, o cümlədən mağazalarda yüngülvari müşahidə kifayət edir ki, külli miqdarda mənşəyi bəlli olmayan çeşid-çeşid keyfiyyətsiz saxta məhsulların satılmasına şahid olasan. Əsasən Çində istehsal edilən saxta kosmetikanı orijinaldan ayırmaq o qədər də çətin deyil. Belə ki, saxta məhsullar çox ucuz qiymətə təklif olunur. Qablaşdırması və təqdimatı primitiv olur. Keyfiyyətsiz olması ilk istifadə zamanı ortaya çıxır. Məsələn, saxta ətiri paltarınıza vuraraq 5 dəqiqə gözləyə bilərsiniz. Bu müddətdə həmin yerdə ətiriyindən əsər əlamət qalmayacaq. Saxta malların sənədləri və firma zəmanəti olmur. Belə məhsullar metrostansiyalarda, bazarlarda, yarmarkalarda, belə də demək olar, ayaq altın kütləvi şəkildə satılır. Belə məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti belə göstərilmir. Orijinalı kifayət qədər baha olan saxta gözəllik məhsulları belə yerlərdə cəmi bir neçə manata təklif edilir. Təəssüf ki, bu saxta kosmetik vasitələr ucuz olması ilə əlaqədar elə kütləvi şəkildə də xanımlarımız tərəfindən alınır. Daxilə qəbul olunmayan və bəzək kimi istifadə olunan bu vasitələrin nə qədər təhlükəli olması barədə düşünən yəqin ki, çox azdır.
Dermatoveneroloq deyir ki, keyfiyyətsiz saxta kosmetika və parfümeriya vasitələrinin insan orqanizminə çox böyük mənfi təsiri var. Saxta kosmetika və parfümeriya insanda qıcıqlanmaya, qaşınmaya, allergiyalara, səpkilərə səbəb ola bilər. Təəssüf ki, saxta məhsulların yol açdığı fəsadlar bununla yekunlaşmır. Standartlara cavab verməyən belə məhsulların səbəb ola biləcəyi ən böyük fəlakət xərçəng xəstəliyidir. Keyfiyyətsiz kosmetik vasitələrin istifadə etməsindən sonra çox sayda xəstənin müraciət etdiyi də bildirilir. Bizə ənlik, kirşan, tonal krem sürmənin yaratdığı problemlərlə bağlı şikayət edənlər var. Əsasən allergiyalar, üzdə olan səpkilər, dərinin qırışması, ləkə düşməsi ilə bağlı müraciət edirlər. Gözlərlə bağlı yaranan problem arasında isə ən çox göz qapaqlarının şişməsi, qızarması, gözaltı torbanın yaranması, qırışların, qazayaqların meydana gəlməsi daha tez-tez baş verir. Dermatoveneroloqun sözlərinə görə, kosmetik vasitələr üzdə olan tük follikullarına da böyük təsir edir. Belə ki, follikulların ağzı qapanır ki, bu da sızanaqların yaranmasına yol açır. Tüklərin dibində piy vəzləri var. Onlar üzə çıxa, üzü yağlandıra bilmir və nəticədə sızanaqlar əmələ gəlir deyə dermatoveneroloq qeyd etdi. Bu cür vasitələrdən özümüzü qorumalıyıq. Saxta kosmetika vasitələri ilə mübarizədə əhalinin maarifləndirməsinə ehtiyac var. Bəziləri onların ziyanı ilə bağlı internet vasitələrlə məlumat ala bilsələr də, bir çox evdar qadınlar bundan məhrumdular. Bunun üçün müxtəlif reklam çarxları hazırlana bilər. Əgər hamilə qadınlar bilsəydi ki, istifadə etdikləri kosmetik vasitələr dünyaya gətirəcəkləri körpə üçün nə dərəcədə zərərlidir, əminəm ki, kosmetikadan ömürlük əl çəkərlər və bir daha istifadə etməzlər. Çünki öz körpəsini zəhərləndirmək qadın üçün ən böyük cinayətdir. Bunu 20 ildir Rusiyanın Voronezh şəhərində yaşayan ginekoloq Lətifə Paşayeva deyir. Rusiya istehsalı olan kosmetik vasitələrin daha az ziyanlı olması barədə fikirlərə də aydınlıq gətirək. Əgər kosmetik vasitələr otlardan, təbii vasitələrdən əldə edilirsə, qızıl qiymətinə olmalıdır. Bu sadəcə bizim psixologiyamızdır və işbazlar da bunu yaxşı bilirlər. İndi istənilən holoqramı istənilən məhsulun üzərinə yapışdırmaq və alıcını asanlıqla aldatmaq olar. Gələcəyimizi sağlamlığımızı düşünürüksə, təbii gözəlliyə üstünlük verməliyik. Bu qədər dəyərli xanımlar bizimlə bərabər hər zaman bəzənib düzənin ki, bəzəkli görünəsiz. Xanım eyni yeməyi bişirə bilər, amma onun bəzi hiylələri ola bilər ki, bax o hiylələr nəticəsində onun bişirdiyi yemək digərlərindən fərqlənir. Təsadüfi deyil söhbətim, çünki hiylələrdən danışacağıq, amma bu dəfə yeməklərlə bağlı hiylələrdən yox, məhz dəb hiyələrindən söhbət açacağıq. Baxırıq ki, bəzi xanımlar var, bədən proporsiyaları çox da bir-birinə uyğun deyil. Amma onlar hətta bədən proporsiyaları bir-birinə çox ideal şəkildə uyğun gələn xanımlardan belə gözəl görsənə bilirlər. Niyə? Çünki onların özlərinə məxsus dəb hiylələri var. Dəb hiylələrindən ulduz bu dəfə mən danışacağım və istəyirəm ki, xanımların daha arıq və uzun görsənməsi üçün bəzi hiylələr var, onları xatırladım. Tutalım, sviter, belə triko deyilir. Triko geyimlər geyinirik və onlar bizim əlimizə boş görsənir, enli görsənir. Vizual olaraq biz artıq bir ölçü böyüyürük, boyumuzsa bir xeyli santimetr qısalır. Amma biz əgər əlimizə düşən hansısa şərfdən, hansısa kəmərdən istifadə edib onunla belimizi sıxırıqsa, amma deməli, əlimizə, geyimimizə uyğun şəkildə olmalıdır əlbəttə ki. Vizual olaraq artıq 2 ölçü biz arıqlayırıq və boyumuz da daha hündür görsənir. Əslində mən bu hilələri daha çox Instagram şəkilləri çəkərkən, bax bu istifadə edirəm. Amma gündəlik həyatda bununla bağlı o qədər də problem yaşamamışam. Məsələn, mən daha çox bol geyimlər giyməyi sevən biriyəm. Hər ikisi. Yəni sən həm arıqsan, həm də hündürsən. Ona görə sənin belə problemin yoxdur.
və o ona vəsait görə. sənə daha yaxşı Mən yaraşır onu deyə geyinirəm və düşünürəm. mən çox rahatım. Çünki mən bilirəm ki, yəni əksinə mən məsələn bəzən istəyirəm ki, biraz kilolu görünüm. Yəni çox arıq olduğumu düşünürəm. Bəzən kompleks eləyirəm bunu, elə də olur. Amma Sən dəlisən, heç məsləhət görməzdim. Çox yaxşı görsənirsən. Nə bilim, bəzən insanların dedikləri insanı biraz kompleksə salır bəzən. Bu da əgər sənin xarici görünüşündən bağlısa və sən xanımsansa, onda Hansı bəzən kimsə olur. də deyə bilər ki, Mənə məsələn- hər kəs deyir ki, sən çox arıqsan, biraz kökəl, çox arıqsan. Çox arıqlamısan, bax belə deyirlər. Amma o bizə sənə yaxşı yaraşır. Yəni sənin proporsiyaların uyğundur. Tutam sənin çox arıq ayaqların yoxdur, qolların da çox arıq deyil, nə bilim. O görürsən, insan psixologiyası yenə də. Mən Və sən düşünürəm, heç özüm belə onu yəni bilirəm. fikir vermə buna. Doğrudan deyirəm, heç məsləhət deyil fikir Təşəkkürümü vermək. bildirirəm. Bugün mənə motivasiya oldu Aytən. Bir də bir sənə soruşmaq istəyirəm. Sən bu rubrika sənindir və sən bunu hazırlamısan. Yəni ki, bu barədə məlumatım var. Bax, deyirsən ki, mən fikirləşirdim ki, məsələn, kilolu xanım daha biraz enli geyinsə, onun kilosu o qədər bilinməz. Amma sıxsa məsələn, o kilosu bilinər axı. Ona görə burada biraz qaldım. Hə, bax onun da öz formaları var. Məsələn, çox kilolu xanım biraz da böyük geyinsə, onu daha da böyük göstərə biləcək. Amma tutam çox kilolu xanımlar olur, bəzən çox dar geyinirlər. O da onlara yaxşı qalmır. Əksinə o pis hansısa formalarını çıxarda bilir özü. Ona görə də yəni bunu hər bir insan özünə məxsuslaşdırmalıdır, özünü yükləşdirməlidir. Məsələn, belin ancaq vurğulamaqla yuxarı və aşağı hissə eyni proporsiyada gəlir, belini vurğulamaqla o xanım daha arıq göstərən bilər deyə düşünürəm. Çox maraqlıdır məncə və mən düşünürəm ki, geyim çox önəmlidir. Daha doğrusu düzgün geyinmək. Yəni sən nə qədər ideal bir görünüşə, fiquraya sahib olsan belə, əgər düzgün geyim seçə bilmirsənsə, onda şansın azdır digərlərindən, mən elə düşünürəm. Tamamilə doğrudur və öyrənmək heç vaxt gec deyil. Nə qədər çox öyrənirsənsə, özünü bir o qədər çox kəşf edirsən. Elə təsadüfi deyil ki, bizim dəb rubrikamızda da bu dəfə dəb hilələrindən söhbət açacağıq.
alırıq mağazin bölümünə. Mağazin bölümündə sizə maraqlı bir xəbərim var. Belə ki, Eurovision'a gedəcək namizədlərin adları açıqlanıb, hansı ki öz aralarında artıq bunlar mübarizə aparacaqlar. Samirə Əfəndidir, tanıyırıq. Məryəm Şabanovadır, onu da tanıyırıq. Vlada Axundova. Bunlar Səs Azərbaycanın Bəli, mən də elə onu qeyd eləyəcəkdim. Olan yarışmaçılardır və Ruslan Alışan sənin dostun. Bəli, Eyni zamanda Tofiq Hacıyev də. Əslində düzün desəm, mən çox sevindim uşaqlara görə. Eurovision qışqıracaqsan, sevinəcəksən, amma yox. Mən sadəcə təəccübləndim. Nəyə görə? Çünki əvvəlcədən açıqlanmır, gizlin saxlanır mən bildiyimə görə. Onlar öz, yəni bildirirlər əsl əvvəlcədən, amma deyilmir. Bu gizlin saxlanılır və biz də bilmirdik ki, Ruslan və Tofiq onlar qatılıblar, yoxsa yox. Bizə belə deməmişlər hətta. Amma deməli, mətbuata sizin bu məlumatlar yox, artıq açıqlanıb da. Artıq açıqlanıb və Tofiqlə Ruslan orada da çox sevindim. Mən onları dəstəkləyirəm və istəyirəm ki, onlardan biri qalib olsun. Yəni, ikisindən biri fərqi yoxdur. Nə gözəl, dostumuzun dostu, bizim də dostumuzdur. Bir də bilsən nəyə fikir verdim, Aytan? Bax, görürsən, Səs Azərbaycan yarışmasının Emiliya Yaqubova da səhv etmirəmsə qalibidir, o da var. Yəni, onlar hamısı Səs Azərbaycan yarışmasından çıxıblar da. Yəni, bu uşaqları oradan tanımışıq və artıq Eurovision'a hazırlaşırlar. Demək ki, yarışmanın görə nə qədər xeyri olub, nə qədər üstünlüyü olub. Və bütün Azərbaycanın baxdığı bir səs yarışmasıdır. Niyə də olmasın deyə düşünürəm. Bir də ulduz. Deməli, Eurovision'la bağlı biraz keçmişə qayıtsaq. 2008-ci ildə ilk dəfə Azərbaycan burada iştirak elədi və Samir Cavadzadə, Elnur Məmmədovla birlikdə. Mən düşünürəm ki, bax bu mənim fikrimdir. Düzdür, biz Eurovision'un hətta qalibi olduq, Eurovision'da üçüncülüyü belə qazandıq. Amma yenə də bax, o ilk çıxışımızı mən ən gözəl çıxışlardan biri hesab edirəm. Necə həyecanla baxırdıq, həm dizayn, hər şey çox xoşuma gəldi. Və necə gözləyirdik. Mənim yadıma gəlir, o həyecan, hamı yığılırdı. Bibimgildə yığışırdıq, yadımdadır ki, bibim uşaqları falan biz çox gözləyirdik. İnarsan, indi həmin həyecan yoxdur. Yoxdur, heç yoxdur. Yəni, əvvəlki, ondan sonra da hər il baxırdıq və son zamanlar demək olar ki, həmin həyecanı, bəlkə də mən itirmişəm, yəni yenə də var ki, həyecanla yenə gözləyirlər, amma əvvəlki həyecanı özümdə hiss eləmirəm. Əlbəttə, o ilk həyecan başqadır axı, ilk həyecan, ilk sevgi. Artıq qalib olduq, arxayınlıq gəldi ki, biz artıq qalibik. Doğrudan da bax, 2008-ci ildə bu yarışmaya qatıldıq və elə ilk qatıldığımız ölkə olaraq da 8-liyə düşə bildik. Bu bizim uğurumuz idi. Ondan sonra biz üçüncülüyü qazandıq, Aysel Əlizadə ilə Araşın çıxışı nəticəsində. Və 2011-ci ildə biz qalib olduq. Nigar Camal və Eldar Qasımovun səyi nəticəsində əlbəttə ki. Və belə bu bizim sizə təqdim elədiyimiz deməli mağazin xəbərləri idi. İndi gəlin görək bəs Leyla bizə mağazin dünyasında olub bitənlərdən nələr danışacaq? Eurovision 2019 mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün kastinq elan edilib. Sözügedən siyahıda bir-birindən fərqli səslərə rast gəlmək mümkündür. Onların arasında Səs Azərbaycan mahnı müsabiqəsi ilə populyarlaşan simalar üstünlük təşkil edir. Eurovision Azərbaycan üzrə tərəfdaşı Info Azərbaycan belə bir siyahı təqdim edir və həmin siyahıda 10 məşhurun adı var. Səs Azərbaycanın qalibi, Azərbaycan televiziyasının solisti Emiliya Yaqubova, bir neçə dəfə Eurovision milli seçim turlarında iştirak edən müğənni Məryəm Şabanova, Səs Azərbaycanın finalisti müğənni Samirə Əfəndiyeva, Səs Azərbaycan layihəsi ilə tanınan Vlada Axundova, O Səs Türkiyə və Səs Azərbaycan müsabiqələrində iştirak edən Ruslan Alışan, MTV-də 3 canlı proqramının aparıcısı, Səs Azərbaycan iştirakçısı Tofiq Hacıyev, Rauf və Faiq Mirzəyev əkiz qardaşları onlar Azərbaycan ictimaiyyətinə nisbətən yad olsalar da, hazırda Rusiyada kifayət qədər populyardılar. Səs Azərbaycan müsabiqəsinin finalisti Hüseyn Abdullayev, gənc ifaçı Altun Zeynallı və digər gənc ifaçı Sərxan Cəfərov.
Leonardo DiCaprio ayrılma xəbəri yayılan 21 yaşlı sevgilisi Camilla Marone ilə yeni il partisinə qatılıb. Cütlük Amerikalı aktyor Seth MacFarlane'nin Beverly Hills'dəki gecəsində görüntülənib. Gecə üçün kasual stilini seçən Leo başına papaq qoyub, sevgilisi isə partiyaya parıltılı qısa geyimdə gəlib. Bir neçə aydır eşq yaşayan Leo və Camilla gecədə bir-birinin yanından ayrılmayıblar. Partinin qonaqları arasında Tara Reid, Michael Jordan, Lori Loughlin də yer alıblar. Bir müddət əvvəl ayrılan aktyor İlker Kaleli və Burçin Tərzioğlu'nun barışması haqqında iddialar yayılıb. 4 ilə yaxın eşq yaşayan ikili sentyabrda ayrılıblar. İddialara görə cütlük artıq barışıb. Bunun üçün ilk addımı İlker atıb. Nə Burçin, nə də İlker bu barədə açıqlama vermir. Lakin aktrisa bir neçə ay öncə barışıq haqqında verilən suallara küskünəm, özümü təmir etməyə çalışıram sözlərini demişdi. Gəldik çatdıq mənim ən sevdiyim rubrikaya. Bu desert rubrikasıdır və deyim ki, hazırlamağı yox, amma yeməyi çox sevirəm. Və bu dəfəki rubrikamızda yeni il tortlarından danışacağıq, yeni il bəzəkləri ilə. Əslində yeni il çox sevirəm və yeni il bəzəkləri ilə bağlı hər şeyi sevirəm. Bəs tortlardan ara necə? Tort sevənsən? Hə, yeməyi sevirəm, amma bişirmək yox. İndiyəcə heç tort bişirmirsən? Hə, bişirməmişəm. Bişirməmişsən? İki dəfə anama kömək eləmişəm əslində bişirmək üçün. O da neçə il əvvəl olub. Yəni işləyirəm deyə çox vaxtı gəlib evdə hazır görürəm hər şeyi. Yəni tortdur, yeməkdir, hər şey. Ona görə əslində bu məni biraz geri salır. Hər zaman da bunu deyirəm. Vaxtı çatanda gedəcəm kursa öyrənəcəm. Və təki bizim analarımızın canı sağ olsun. Biz istədiklərimizi rahat-rahat yeyə bilək əlbəttə ki. Deməli, yeni illə bağlı bax danışıq, Ulduz. Artıq ailə qurandan sonra sən o evin özün sahibəsinə çevrilirsən və bütün yeməkləri özün bişirməlisən. Mən onda başa düşdüm ki, illərdir, 20 neçə il mən hər evdə yeni il vaxtı, yeni il süfrəsində bol gördüyüm yeməklər falan əslində nə qədər çətin bir proses imiş və bəzən mən bunu necə həmişə hazır olurdu. Həmişə mənə hazır olub, sonra axı sən onları hazırlamalısan. Hətta bir yemək bişirmək haqqında düşünürəm və fikirləşirəm ki, biz ömür boyu 4, 5, 6 yemək olurdu və bununla biz fikirləşirdik, bunu biraz yiyeyim, bunu biraz yiyeyim. Amma doğrudan insan özü bəzən zəhmət tələb edən işi özü görəndə onda fərqində olur ki, nə qədər əziyyətlidir və mütləq şəkildə yeni il süfrəsinə əyləşərkən bizim üçün bişirilən fərqi yoxdur. Analarımızın, həyat yoldaşlarımızın yeməklərini yedikdən sonra mütləq onlara təşəkkür eləməliyik. Çünki doğrudan da əslində böyük bir zəhmət tələb olunur. Məncə də. Ümumiyyətlə, mənə maraqlı gəldi. Sən ailə həyatı quranda hazır idin, yəni o yeməkləri bişirməyə. Sonradan öyrəndin. Demək ki, mənim də şansım var. Və hələ də öyrənməyə davam edirəm. Yəni o qədər olur ki, bişirib, heç elədiyim yeməklər, bir qazan yemək atdığım, bərbad gününə qalan yeməkləri yenə də olur bu. Bəs bu il yeni ildə tort olacaq, yeni il bəzəyi ilə? Yəqin özümün hazırladığım, inanmıram olsun, bilmirəm, yəqin işdən çatdırmaram. Amma bax, ispanaqlı tort ən sevdiyim və hər dəfə bunu danışıram. İspanaq tərkibində olan tort hazırlamaq olur. Mən bilmirdim. Və o torta yaşıl rəng qatır. Və düşünürəm ki, yeni ildə ən uğurlu namizəd də tortlarda məhz ispanaqlı tort olur. Çünki doğrudan belə yaşıl rəng adamda yeni il abu havası yaradır. Düzdür, yolkaya oxşur deyə yaşıl rəng maraqlı gəldi mənə. Amma mənə həm də yenə də tortlar maraqlı gəldi. İzləyib rubrikanın içlərindən birini seçib yeni ildə yiyəcəm. Bax belə dostlar, hazırsınızsa gəlin izləyək. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Jingle bells, jingle all the way. What fun it is to ride in a one-horse open sleigh. Jingle away, jingle. What the way, jingle.
what fun it is to ride in a one-horse open sleigh. Crashing through the snow in a one-horse open sleigh. O'er the fields we go, laughing all the way. Bells on bobtail ring, making our spirits bright. What fun it is to ride and sing a sleighing song tonight. The bird machine. Check. Check. Beləliklə keçid alırıq şəxsiyyətlər rubrikasına. Şəxsiyyətlər rubrikasında çox gözəl bir qonağımız olacaq. Şirməmməd Hüseynov. Azərbaycan Cümhuriyyətinin ən böyük araşdırmaçılarından biridir və Azərbaycan Cümhuriyyətindən nə az, nə çox 6 yaş balacadır bu insan. Şirməmməd Hüseynovla bağlı danışanda, bax, redaktorumuz bəzi sözləri deyirdi və qeyd eləmək istəyirəm ki, bizim redaktorumuzun ən sevimli müəllimidir. Azərbaycan Dövlət Universitetində də jurnalistika fakültəsində dərs deyir. Və Şirməmməd Hüseynov bütün ömrünü Azərbaycan Xalq Cümhuriyyətinə həsr edib. Araşdırmağa həsr edib. Və mənə nədənsə elə gəlir ki, Şirməmməd Hüseynov bu görəndə sanki ondan Cümhuriyyətin qoxusunu alır insan. Və mən, həqiqətən mənim üçün çox fəxirdir ki, hal-hazırda onun haqqında danışırıq və mən bildiyimə görə Günaz TV ilə çox yaxşıdır münasibətləri, dostluq münasibətləri var və həm də biraz da zarafatçıl insan olduğunu bilirəm. Zarafatı ilə bağlı nə bilirsən? Zarafatı ilə bağlı ondan soruşanda ki... Çünki şəkilidir, bax, indi redaktorumuz qulağımız onu deyir. Ona görə demək, şəkinin suyundan da. Ondan soruşanda ki, necəsiz? O da cavab verir ki, axırdakı bu yoxdur.
düşüb. Yəni Yəni yavaş-yavaş hərflər gedir adından. Doğrudan da, yəni buna belə pozitiv yanaşan insan, mən düşünürəm ki, çox belə həm zarafatçıldır, həm də hər şeyə hazırdır, daha belə dünya görmüş insandır. Yəni doğrudan da mənim üçün fəxirdir. Doğrudan da bax, əlbəttə ki, fəxirdir və Cümhuriyyətimizin qurucuları ilə bağlı bütün araşdırmaları edən insandır Şir Məmməd Hüseynov. Bir daha xatırladıram, əlbəttə bütün ömrünü demək olar ki, məhz bunu araşdırmağa keçib. Və Günaz TV ilə çox yaxşı münasibətləri var. Elə dəfələrlə bizim televiziyamızda, efirə gedən televiziyamız tərəfindən hazırlanan Cümhuriyyətlə bağlı sənədli filmlərdə də yaxından iştirak edib. Və nə gözəldir ki, mən Ulduzdan bu fürsəti alacağam və özüm təqdim edəcəm şəxsiyyətlər rubrikasını gəlin biri. Şir Məmməd Hüseynovla bağlı bizim rubrikamızı izləyək. Bizə belə demişdilər. Demişdilər ki, bir vaxt işdir, mətbuat işçisi olsanız, ürəyinizdəki o sarı simi açıb bir kənara buraxın. Sonra hər hansı bir mövzuya can verin. Amma bugün o sarı simə nakam jurnalist fəaliyyətim dövründə heç olmadığı qədər ehtiyacım var. Hətta mövzumun ta əvvəlindən sonuna qədər məncə elə deyib danışacaqlarım sizin də sarı simlərinizin yerində qalmasına imkan verməz. Bugün bir əsrdir qoruyub saxladığımız, torpağında yeriyib, suyunu içdiyimiz Azərbaycan Demokratik Respublikasının tam 100 yaşı tamam olur. Bayramların heç biri bizə bu bayram qədər əziz ola bilməz. Və bir də rubrika şəxsiyyətlər olunca dedik ki, möhtəşəm 100 illiyi sətir-sətir, cümlə-cümlə, nöqtə vergülü ilə kağızlara, yaddaşlara, tarixə köçürən, ürəyə Azərbaycanla döyünən, bu bayramı hamıdan bəlkə də ən çox gözləyən və layiq olan bir şəxsdən, Şir Məmməd Hüseynovdan danışaq. Bugünə qədər onlar haqda gücüm çatan və çatmayan yerə qədər danışmaq işin, olayın əslində ən asan tərəfləri idi. Cümhuriyyətin haqqında danışmaq və göstərmək isə cəfası çəkilən ölkənin səfasını yaşamaq kimi bir işdir. Şir Məmməd Hüseynov, bu kişini əlbət yaxşı tanıyırsınız. Cümhuriyyət aşiqidir. Ömrünü, gününü Azərbaycan Demokratik Respublikasının yaranmasına, yaradılmasına, onun uğrunda tökülən qanlara, qadalara, cəfalara həsr eləmiş köhnə kişilərdəndir. Onu Cümhuriyyətlə cəmi cümlətanı 6 il ayırır. 1924-cü ildə Şəki şəhərində anadan olanda 6 il əvvəl ömrü boyu vəsf edəcəyi kişilər artıq Azərbaycan adlı bir evi tikmişdilər. Həm tədqiqatçı jurnalist, həm tarixçi kimi vətənimizin yaxşı kişilərinə aid olan ən gözəl sirləri bilir Şir Məmməd Hüseynov. İllərdir Cümhuriyyət yadigarı olan Bakı Dövlət Universitetinin kafedralarında, otaqlarında nəfəs alan minlərlə tələbənin qanlarına elə kəlmələr, ifadələr yeridib ki, İstiqlal deyəndə 100 il sonra belə qanları coşsun gərək. Amma danışdığım qədər asan gəlməsin sizə. Heç kəsin qurduğu ssenari, saat, dəqiqə ilə uyğunlaşan insan deyil. Hər kəs 100 il yaşamasa təqsir onun özündədir. Bildi. Dedim, mən o mənə daxili yoxdur. Vaxt qoymurum. Elədir. O kim deməsin, nə qədər təndə canım var. İnşallah. Hardasa 12-13 ilin söhbətidir. Jurnalistikada qiyabi təhsil alırdım. Biləndə ki, Şir Məmməd müəllim bizə mühazirə oxuyacaq, yeganə gücüm göz yaşlarına çatırdı. Ona bir kəlmə söz demək istəyəndə də sevincdən ürəyimin döyüntüsü səsimdən bərk eşidilirdi. Amma günlərin bir günü məhz elə imtahan vaxtı gələsi olmadı Şir Məmməd müəllim kafedraya. O gün bugündür fikirləşirəm ki, bir 3 qiymətini də haqqım eləyə bilmədim Şir Məmməd müəllimlə. Bəlkə də elə bu səbəbdəndir ki, bəzən kiçicik bir mətnə ruh verə bilmir və mövzularda adətən sarı simlərə tez-tez toxunuram. Amma dönüb dolaşıb, tez-tez Mirşahinə verdiyi əvəzsiz dərsləri dinləyirəm və eynən sinif otağındaymış kimi gözlərinə baxıb, dərsimi də alıram, qiymətimi də. 2014-cü ildə 90 yaşını qeyd edəndə yadımdadır Türkiyə kanallarından birinə müsahibəsində demişdi ki, at ölüncə otlayar. Mənim nə xəstələnməyə, nə də ki dayanmağa vaxtım yoxdur. Bu günlərdə xeyli axtardıq kəndisini. Biraz universitetdə, yaşadığı evdə, dostlardan, tanışlardan soraqlaşdıq. Dedilər ən çox qanun nəşriyyatında olur. Yenə də işi kitablarladır. Doğrusu bir tələbəsi kimi fikirləşdim ki, bəlkə elə Cümhuriyyətin canlı abidəsi kimi gedib özünü görsəm, tir-tir titrəyən vücudu qarşısına bir neçə Azərbaycan güllərindən bir dəstə buraxsam, bəlkə də biraz vicdanımın ağrısı azalar.
Nəhayət Azər kitab evində idi. Ömürgün yoldaşı Ülkər xanımın yenə də Cümhuriyyətlə bağlı, daha doğrusu Əlmərdan bəy Topçubaşovun Cümhuriyyətin yaranmasında roluna həsr olunmuş kitab təqdimatında ilk sözü o almışdı. Bir növ elə bildim, yenə də universitetdə qapı arxasından səsi gəlir. Ülkər xanım da Şirməmməd müəllimlə keçirdiyi ömrünü hədər yerə xərcləməyib. O da Cümhuriyyətə aid olan, əməyi keçən insanları axtarıb, araşdırıb, Əlmərdan bəy Topçubaşovun Respublikanın yaranmasında müstəsna rolunu xarici dillərdən bir-bir Azərbaycan dilinə tərcümə eləyərək oxucuya təqdim edib. Xeyli dinlədik müəllimimizi. Bacardığı yerə qədər yenə də nitq söylədi. Bir çox mətləbləri açdı. Dedi ki, bu vətəni hüququndan keçən əsgərlər, şəxsiyyətlər qurub yaratdılar. Hüquq isə insana verilən yaşamaq haqqına deyilir. Adamlar bax bu hüququ atıblar ayaqlar altına ki, biz bugün 100 ildir vətən səfasını çəkirik. Təqdimat mərasimindən sonra yaxınlaşıb bir-iki kəlmə eşitmək istədik Şirməmməd müəllimdən. Əslində çox istərdim ki, bu bayrama ilk təbrik məhz elə onun dilindən səslənsin. Çünki bircə Qız qalasına çıxsaq, Cümhuriyyət şahidlərinin bəlkə də ən yaşlı və sonuncu canlı abidəsi sayılır Şirməmməd Hüseynov. Məncə sevinci olduğu qədər ağrıları da çoxdur. Qürbətdə məzarları qalmış Məmməd Əmin Rəsulzadə, Əlmərdan bəy Topçubaşov, hələ başqaları, hələ Əliağa Şıxlinski və başqalarının nisgili sinəsində milyon kitablara sığmaz söz qalağıdır Şirməmməd müəllimi. Amma mikrofona bir kəlmə də danışmadı. Eləcə Qız qalası kimi qürurla sustu. Bir də zalı tərk etməmişdən dedi ki, gülləri hara qoymaq lazım olduğunu özünüz yaxşı bilirsiniz. Bax belə dostlar, gəldik çatdıq BNB-nin sonuna. Ümid edirəm ki, bugün baxmağa nə vardan bəzi şeylər, bir çox şeylər öyrənə bildiniz. Təəssüf ki, sağollaşırıq. Amma mən sağollaşmadan öncə qeyd etmək istəyirəm dostlar. Əgər siz bizim verilişlərimizi izləyə bilməmişsinizsə, o zaman YouTube kanalımızdan daxil olub keçmiş verilişlərimizi izləyə bilərsiniz. Bugünkü verilişi hətta qaçırdınızsa, sona gəlib çatdınızsa, yenə də izləyə bilərsiniz. Həmçinin Instagram və Facebookdan bizi izləyə bilərsiniz. Yenə də orada qısa videolar paylaşılır. Ətraflı məlumat da oradan ala bilərsiniz. Və bu bir saatlıq sizin evinizin qonağı mən Aytən və Ulduz idi. Bizim əynimizdə gördüyünüz bu gözəl libaslara görə hər dəfə olduğu kimi yenə də Bahar Butikə təşəkkürümüzü bildiririk. Hal-hazırda elə onların da ünvanını görürsünüz, onlayn olaraq baxa bilərsiniz və fərqli geyim çeşidləri əldə edə bilərsiniz. Biz gedirik ki, növbəti verilişlərlə sizin evinizə qonaq gələk. Siz isə bizi izləməyi və gözləməyi unutmayın. Sağ olun, salamat qalın.